7-ci fəsil. Mühakimə eləməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olacaqsınız. Və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcək. Və nə üçün qardaşının gözündə tükü görürsən, öz gözündə isə tiri seçmirsən? Yaxud öz gözündə tir olduğu halda qardaşına necə deyərsən ki, qoy gözündəki tükü çıxarım? Ey iki üzlü! Qabaqca öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki tükü necə çıxarmağı yaxşı görərsən. Müqəddəs saydığınızı köpəklərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onları ayaqları altında tapdalamasınlar və dönüb sizi parçalamasınlar. Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız. Qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı onu döyənə açılır. Aranızda elə bir adam varmı ki, oğlu ondan çörək istədikdə ona daş versin? Yaxud balıq istədikdə ona ilan versin? Beləliklə, əgər siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsinizsə, göylərdə olan atanızın ondan diləyənlərə yaxşı şeylər verəcəyi nə qədər yəqindir. Buna görə insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar eləyin. Çünki müqəddəs qanun və peyğəmbərlər belə xülasə edilir. Dar qapıdan girin, çünki həlakə aparan qapı geniş və yol enlidir və ondan girənlər çoxdur. Çünki həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır. Yalançı peyğəmbərlərdən qorunun. Onlar yanınıza qoyun cildində gələrlər, amma daxildə vəhşi qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. İnsanlar tikanlardan üzüm yaxud qanqaldan əncir yığırlarmı? Beləliklə, hər yaxşı ağac xeyirli meyvə verər, pis ağac isə çürük meyvə verər. Yaxşı ağac çürük meyvə verə bilməz, pis ağac da xeyirli meyvə verə bilməz. Xeyirli meyvə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, onları bəhrələrindən tanıyacaqsınız. Mənə, Ya Rəbb, Ya Rəbb deyən hər kəs səmavi səltənətə girməyəcəkdir. Ancaq göylərdə olan atamın iradəsini yerinə yetirən oraya girəcəkdir. O gündə bir çoxları mənə, Ya Rəbb, Ya Rəbb, biz sənin adınla peyğəmbərlik etmədikmi? Sənin adınla cinləri çıxarmadıqmı? Və sənin adınla çox möcüzələr yaratmadıqmı deyəcəklər? Və onda mən onlara açıqca söyləyəcəyəm. Mən sizi heç vaxt tanımamışam. Yanımdan çəkilin, haqsızlıq edənlər. Beləliklə, mənim bu sözlərimi kim eşidib onları həyata keçirirsə, onu öz evini daş üzərində quran ağıllı adama bənzədirəm. Yağış yağdı, sellər gəldi, yellər əsdi və o evə hücum etdi. Ev uçmadı, çünki təməli daş üstə qurulmuşdu. Və mənim bu sözlərimi eşidib, onları həyata keçirməyən hər kəs, evini qum üzərində tikən ağılsız adama bənzər. Yağış yağdı, sellər gəldi, yellər əsdi və o evə hücum etdi. Ev uçdu
və onun yıxılması bir müsibət oldu. İsa bu sözləri bitirdikdən sonra xalq onun təliminə təəccübləndi. Çünki İsa onlara din alimləri və fariseylər kimi deyil, hakimiyyət sahibi kimi təlim edirdi.